Bu bölmə etdiyimiz bir arı koloniyasıdır və önündə hal-hazırda arının çölə atdığı sürfələrə görürük. Bir hissəsi qaralıb, bir hissəsi ağdır. Hətta burada atıb. Bu niyə görədir? Biz qapalı yumurta ilə bölmə etdik və arıların gücü yetmədi o bölmədə olan yumurtaları isitməyə. Axşamları hava soyudu və arılar yəqin ki fikirləşib ki, bu sürfələrin hamısını isidə bilməyəcəyik və içəridə baxımsızlıqdan yumurta çürüməsi əmələ gələ bilər. Bu da çox təhlükəlidir. Bütün koloniyanı məhv edə bilər. Və arılar təmizlik işinə başlayır. Təmizlik nədir? İçəridə gücləri çatmayacaq, baxa bilməyəcəyi arı sürfələrini arılar şan gözlərindən söküb atırlar çölə. Bu əslində çox yaxşı göstəricidir. Yəni ölü balaların içəridə qalması infeksiyaya və yaxud da bala çürülüyünə gətirib çıxara bilər. Bu da bütün arıxanada yəni keçici ola bilər. Məsələn, Amerika bala çürülüyü deyə bir xəstəlik var. Çox təhlükəlidir, keçicidir. Bütün larvalı və yumurtalı çərçivələr hamısı yandırılmalıdır məcburiyyətdən. Lakin bu arıya mən sabah baxış keçirəcəm. Əgər arı bu cür reaksiya verirsə, gücü çatmayan sürfələri söküb çölə atırsa, bu deməkdir ki, içəridə hər şey qaydasındadır.